Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ilk Həmkarlar İttifaqı təşkilatları üzvlərinin iştirakı ilə baş tutan tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib. Tədbirin əvvəlində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-ci il ərzində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Həmkarlar İttifaqlarının üzvlərini təbrik edib, bu cür tədbirlərin həmkarlar arasında birliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb. Qəzənfər Abdullayev bildirib ki, yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri üçün yeni layihəyə start verilir. Layihəyə əsasən üzvlər yollayış dəyərinin cəmi 15%-ni ödəməklə həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində istirahət etmək imkanı əldə edəcəklər. Daha sonra çıxış edənlər bayram münasibəti ilə təbriklərini çatdırıblar. Tədbirdə uzun müddətli və səmərəli fəaliyyəti ilə seçilən, hazırda təqaüddə olan veteran həmkarların da fikirləri dinlənilib. Səmərəli fəaliyyəti və yüksək fəallığı ilə seçilən ilk Həmkarlar İttifaqı komitələrinin sədrləri mükafatlandırılıb. Həmçinin Həmkarlar İttifaqları Şurasına il ərzində könüllü dəstək göstərən fəal gənclərə təşəkkürnamələr təqdim olunub. Tədbirin bədii hissəsində Naxçıvan Musiqi Kollecinin Harmoniya instrumental ansamblının müşayiəti ilə musiqi və rəqs nömrələri təqdim edilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzv təşkilatları ilə birgə Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bir araya gəldik. Onlarla birgə tədbir keçirdik və fürsətdən istifadə edərək Ağbulaq İstirahət Mərkəzinin üzvlərimiz üçün açılışını elan etdik və bir daha qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bütün həmkarları təbrik edir, işlərində uğurlar arzulayıram. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Emin Babayev, NTV Xəbər.